Nəhayət, ən böyük səhvlərdən biri təhsilinizə sərmayə qoymamaqdır. Bazarlar daima dəyişir və bugün işləyən hər sabahları işləməyə bilər. Yeni traderlər tez-tez bir strategiyaya əbədi güvənə biləcəklərini düşünürlər və dərslər üçün ticarətdən təhlil etməyi unudurlar. Bu səhv tək yeni başlayanlar üçün yox, bəzən hətta bu işlə uzun müddət məşğul olan traderlərə aiddir. Bunu qarşısını almaq üçün daim öz üzərinizdə işləməlisiniz və bu addımları ata bilərsiniz. Kitablar, kurslar və video vasitələrinizə həmişə özünüzü davamlı olaraq inkişaf etdirin. Məsələ edilən elə bu video kimi. Uğurlarınızı və itkilərinizi nəzərdən keçirmək üçün ticarət jurnalı saxlayın. Bu məlumatlar dərhal analiz edin və özünüz üçün nəticə çıxarın. Məsləhət görərdim ki, ildə bir dəfə bu jurnalı nəzərdən keçirib öz inkişafınızı izləyəsiniz. Bazar xəbərləri və tendensiyalar haqqında məlumatlı olun. Müasir zamanda bu məlumatları izləmək üçün çoxlu alətlər var. Biz öz Instagram səhifəmizdə mütəmadi olaraq traderlər haqqında məlumatlar dərc edirik. Bizi orada izləyə bilərsiniz.